yeyirsən və mən canlı bunu yeyirəm ki, görəsiniz ki, mən özüm də yeyirəm bunu. Mən bunu sizə deyim, düzəltdim. Sonra yedim, bəlkə yeməmişəm. Mən bunu canlı göstərirəm ki, siz görün ki, mənim yəni yalanım yoxdur. Çuğundur, sarımsaq, amma əvvəlində qoz alma. Qoz alma, çuğundur, sarımsaq, bir çay qaşığı smetan, bir çay qaşığı mayonez ya da 2 çay qaşığı yağsız smetan. Yəni belə deyim də. Geçen de bu çuğundurla idi. Markovla. Ben çuğundurla. Ben açıq etiraf edeyim, çuğundurla da qəşəngdir. Çünki bunun ana xətti qozalmadır. Biz ailəlikcə hər gün qozalma yeyirik, bəli. Valla etiraf edeyim, doydum. Sondur bişib. Kök bişməmişdi. Amma sondur bişəndə daha da yaxşı olur. Daha da yaxşı sovrulur. Mən də o üzdürdü. Kebab da yiyeyim. Yok, kebab var adamlar içinde. Biz efirə baxdınız. Hansı efirə? Milli Show. Sizə qırğın. Milli Show bunu zapis elə. Qoy saçımı düzəldim. Dostlar. Vəfa çıxıb efirdə deyir ki, bir ata mahnısı oxuyub, deyir bu şurdur. Dalınca da bu şuru necə təyin edir? Bu dağdan aşmaq olmaz. Yəni bu fikirləşir ki, olmaz mahnısını hansı mahnının dalını oxudursa bu şurdur. Sən Segah üstə oxuduğunun hələ fərqində deyilsən, efirdən də adamın üzünə durur ki, Könül Kərimovan yazdığı Yar başına dönüm sənin mahnısı. Deyir ki, o ola bilər, deyir, Segahdır, amma deyir, bu ata şur, kanta eynidir. Mən fortepiyanistəm, kantanı bu bilmir. Deyir, üzünə durur, adamın deyir, bu şurdur. Sən onu şur kimi oxuyursansa, o şur olmalıdır, o Segah üstə mahnıdır. Arkasına bir muğam oxu görüm, şur muğamla uyğun gəlir. Baba, muğam bilməmək burada. Görürsünüz, bəs hər zaman deyirəm ki, o müğənnidir ki, muğam bilir. Muğamı bilmədiyin üçün Vəfa, sən Segahla şura ayıra bilmədin. Sən o mahnının arkasına bir muğam oxur, Segah muğamı. Gör, nə qəşəng gedəcək. Sən mahnını özün özdüyündə Segahı yox, şur eşidib ki, olmaz. Bu dağdan aşmaq olmaz. Eşidib ki, bu şurdur. Tez o mahnının dalına onu, o ora getmir onsuz da, amma soxur da, soxuşturur ora, zorla getdirir. Onsuz da başa sala bilməyəcəm, çünki ona görə deyirdim ki, təhsil almalısan. Düzdür. İzləyicilərin də yazacaq ki, yaxşı edir. Şu Segahsa da şur deyəcəklər. Adamın üzünə at kimi durub deyəcəklər. Nə Segah şurdur. Vəfa deyibsə şurdur. O boyda Könül Kərimova, Respublikanın əməkdar artisti, mahnı yazıb. Mahnı da Segah üstədir. Süzülübdü gözün qaşın, dərdin olsun dağın daşın. Gel qurudum gözün yaşın, yar başına dönüm sənin. Məftun olmayıb könlüm mezgəsin. Ay xumar baxışlım səndən savayı. Segah. Sən oxursan, atan ay, atam. Məsələn də atam, həmən şeydir, lal həmən şeydir. Arkasına bir Segah muğamı oxu. Üzümü cırım, biabır olduq. Türkiyədə onsa biabır elədiniz bizi. Biabır olduq. Yəni mən, vallah billah, bunu Vəfa yox, onu kim deyir desin. İstəyirsən o boyda Könül Kərimova desin. Yar başına dönüm sənin desə ki, bu şurdur. Mən çıxıb bu cümləni ona deyəcəm. Könül o mahnını həm yazıb musiqisini, sözlərini də Zemfirə Əliş qızı Yar başına dönüm sənin. Bu gəlib Könülün mahnısından sözləri çıxardıb, üzünə də at kimi durur ki, bu şurdur deyir Segahdır. Onunki deyir Segahdır, mənimki şurdur deyir. Ay Allah, bir yaşıma daha girdim. Elə şey yox.
Şur deyil, Segahdır Vəfa. Segah. Neyse bir çay süzüm. Onsuz da deyəcək şurdur. Segah deyil. Bağlı elə kəsilir bənim. Yıldız Tilbə udacaq inşallah. Özü də üzr istədəcək. Mən inanmıram Yıldız Tilbəyə pul lazım olsun. Üzrünü istədəcək. O da belə şək də üzrünü istəyəcək. Mən indi sizə axşam yeməyimi yedim. Çayda da 3 ağ gilas. 3 dənə. 2 dənə də olar. Alma. Daha doğrusu qoz, alma. Və ağ gilas. Almanı da doğrayım bura. Bıçağımı dəyişdim. O bir bıçağım sarımsaqlıydı. Almaları da biraz iri doğradım. Hə, gəldim. Baxırsınız. Bir dənə də. Bax, bir dənə də qoz, yenə qoz və ağ gilas, alma. Mən çayı belə içirəm. Nəyi dedi ay canım? Nəyi dedi? Bu qozu. Hə. Vəssalam. Qozun da bütövün hamısını yox. Bax, bura belə. Da bütöv düşsün. Всё. Bax, qoz, alma, 2 dənə də ağ gilas mürəbbəsi. Bununla da çay içirsiniz. Spam olar olsun da. Fizi, bu salattan düzəltdirib yemisən. Enerjini qaldırır. Salat deyil, qoz alma, bir daha gilas mürəbbəsi. Eləyin, baxın, görün. Və salam. Dostlar, qoz, alma, ağ gilas mürəbbəsi. Bunu qarışdırırsınız çayla. Çox az dərəcədə, çox az dozada. Biabırçılıq, Sevgiha deyir, şurdur. Ay aman, üzümü cırım. Türkiyədə də biabır olduq. Ay Allah, biabır olduq, biabır olduq. Dəhşət. Fizi, burada bir ki tənə iti gəlib. Fizi, xahiş edirəm, o tənə itlərini blok elə. Xahiş. Yəqin ki, söz bir məndə, bir meyxanaçılarda. Nə deyirsiniz, de gəlsin. Hə, çıxdım mənfi 20 dərəcədə bir yaxşı idman elədim. Saçımda papaq yapıqdırıb, ələyəm xəlvərim göydə fırlanır. 2200 adam. Birazdan da bunu içəcəm. Gətirim bunu. Bunun içərisinə kefirdir də. Kefir deyil, bu riyajenka. Baxırsınız, riyajenka. Chia toxumundan bir çay qaşığı tökmüşəm, istaxtadır. Bir saat keçsin, bir saatdan sonra bunu içəcəm, yatacam. Bəli, bəli, bəli. Nə deyir danışanda? Yeyib danış. Ay balam, burada özümüzük də afətlə üzünə, yəni təbii, nə bilim, hər şey üzünə. Yəni, başa sala bildim də, Türkiyədə biabır olmuşuq. Vəfa bizi biabır elədi, Yıldız Tilbənin üzünə durdu ki, mənlə duet oxuyacaq. O da deyir, nə duet? Vəfa kimdir? Nə duet? Holdere meydan yox, hodri meydan.
Niyə Bakıdan köçdünüz? Ərə getdim, hələ bilmirsiniz. Sağ olun, var olun. Çox siz də qəşəngsiniz, var olun. Səhv məlumatdır Tural bəy. Nə səhv məlumatdır ay Tural bəy? Nə olub ay Tural? Nə səhv edir? Qulağımıza inanmayaq. Siz deyirsinizsə, yəni siz nə deyirsiniz odur, hə? Tural Babayev nə dedi? Dedi ki, bəli, hə, elə bildim onun tərəfini tutursan. Deyirəm, ha, bu Tural Babayev nə oldu? Bəli, bəli, Yıldızın köməkçisi dedi, səhv məlumatdır, belə bir şey yoxdur. Burada bir Niko var, onu mən bloka atıram. O 60 yaşında ağzı əri gözü çaşın adamıdır. Vallah billah. Bura, provokasiya çəkir. Rəqsanə xanımın haqqında pis şey yazır ki, mən də ona başlayam nəsə deyəm, buna qoşulam. Və 60 yaşında ağzı əri gözü çaş dostlar. Ağzı əyilib gözü çaş olsa da baş işləyir. Belə şeylər də qəşəng işləyir. Qoy bunu mən bloka atım. Hana cəhənnəm oldu? Bax, ağıllı ol ha, səni blok atmıram. Bir də yazsan, kimsə haqqında filan kəs elədi. Kimin mənlə işi varsa ondan yazın. Bu belə. Bunu da belə blok eləyim geçsin. Tənəklər çox da yəqin fizi çatdıra bilmir. Ali 20 yazıb ki, anamın üzünə deyir qoz almanı. Ayda, Ali bəy, Allah ananıza can sağ olu versin, ayıb olsun sizə. Sizi kimi oğuldansa, vallah billah elə kör qız doğmaq yaxşıymış. Vallahi billahi. Çox sağ olun, var olun. Nə olur, gözəldir, gözəldir. 14 fevral nə günüdür ki? Niyə alaq ki? Nə günüdür? Nə günüdür, ay dostlar, bilmirəm ki. Uşaqlara aiddir, ay sevgililər günü. Bizdə hər gün sevgililər günüdür, hər gün. Mən də sizi çox sevirəm. Gedim, süfrəmi yığım, qablarımı yuyum. Gördünüz də salatı. Yəni qoz alma, çuğundur, bişmiş çuğundur, bir diş sarımsaq, canım sizə desin, bir də yağı az smetan, bunları qarışdırırsınız. Azca da belə ağız dadına görə duz vura bilərsiniz, yeyirsiniz. Moskvada toya profildən nömrə var, ora yazın. Yazın ki, TikTok'dan gəlmişəm, sizə xüsusi endirimdir. Çünki siz mənim tamaşaçılarımsınız. Mənim tamaşaçılarıma xüsusi endirimim var. Qoz alma mütləq. Bax, çay içirəm. Ağ gilas mürəbbəsi. İçinə qozla alma atın. Ləzzətli və gözəl. Məsələn, qlazok yeyirsiniz, düzdür? Yanına bir balaca qoz alma, desert kimi belə böyrünə qoyursunuz. Bambaşqadır, bambaşqa. Yox, hər şey. Rayətlə mənim nə işim var? Birinci özü mənə deyir ki, Flora xanım, İlhamə xanımla, yəni mən da Rayət bilmir ki, mən oturduğum yerdə Flora xanım mənə sataşmış deyil, mən ona sataşmamışam. Sənin dediklərin doğrudursa, onda niyə o mənə sataşmışdı? Bilmir axı, bilmir. Bilmir, nə deyim, bilməyən adamla nə danışım? Çox sağ olun, var olun. İki dəfə deyir ki, sən deyirsən ki, filan kəs telefonu qaziyə al ver, niyə filan kəs alıb? Gətirəm telefonumu göstərəm ki, mənə bir 100-ə yaxın, deyirsən ki, niyə qaziyə? Onlar məndən 100-ə yaxın adam, biri deyir, nə bilim, filan şeyimi həll elə, biri deyir, filan şeyimi deyirlər də, istəyirlər də, deyə istəməm. Rayət bəy deyin ki, Afət hal-hazırda qoz alma salatı yiyir. Axıra qədər yiyim, sonra küsər. Həm də bunun vitamini gedər. Mən tərifləyin. Bəli.
Bəli, Rayət bəyə də mən məsləhət görürəm. Rayət bəy, qoz alma, bişmiş çuğundur, sarımsaq, bir də smetan qarışdırıb yeyirsiniz. Vejinizə də qoymursunuz. Mən bu salatı yeməsəydim, Rayət bəyin o videosuna özümdən çıxardım, cavab verərdim. O da məhkəməlik predmet olardı, aparıb mən məhkəməyə verərdim. Hələ bir imkan verdi, bu gözümüz açaq. Amma mən həmən dəqiqə qoz alma salatından düzəltdim. Yeyə onun videosuna baxdım və vaz keçdim cavab verməkdən. Gecəniz xeyrə qalsın. Ağzımdan nə çıxır YouTube'a qoyursunuz. Gedin qoyun. Sağ olun. Öpürəm sizi. 1.700.000 adam hal-hazırda məni izləyir. Spasiba. Bu da böyük rəqəmdir. Heç Rihanna canlı açanda 1.700.000 adam gəlmir. Siz görürsünüz mənim bu salatım, qoz alma salatım necə gözəldir. Mənim danışığıma görə gəldiyinizi ehtimal eləmirəm. Siz mənim salatıma görə gəlmişsiniz. Da svidanya. 1.700.000. Bəli, bəli. Gözü bəzi zəif olan adamlar var. Burada yazır ki 17.000. Nə 17.000? Baxmırsınız, indi 1.800.000-ə qalxdı. Bu da o deməkdir ki Türkanə də buradadır. Nə day qız? Türkanə 1.800.000'dir bacı, yoxsa 1.800, yoxsa 18.000. Oca 19.000. 1.900.000 oldu. Ay dil yanlar sözün dizini deyər. Hə. Bax 1.800.000. Gözəlliyimin sirri qoz alma salatı yeyirəm hər gün. Bu qədər yoxsa mənə söz atırlar. Onların qabağında dayanmaq olar. Mən ancaq o videolara salata yeyə baxıram. Niyə canlıda yeyirəm onu yazırsınız. İnanasınız ki doğrudan da mən düzəltdiyim salatı özüm yeyirəm. O gün Tomskda toydaydım, ondan əvvəl Surgutda. Hamısı xanımlar sağ olsunlar. Deyir biz o salatı düzəldirik, yeyirik. Sizə də dua edirik. İndi də Sankt Peterburgdan xanımlar yığmışdılar ki biz də düzəldib hazırlamışıq, yeyirik. Çuğundurla daha bəyəndim. Çuğundur bişir. 1.8 deyir 1.800. Nə? 1.800.000. Mən milyarddakı rəqəmləri saya bilməm də. Milyardda 9 dənə sıfır olur da. Hə? Artıq artdıq dostlar. 2 milyarda qalxdıq. 2 milyard izləyici var canlımda. Çox sağ olun. Allah sizi qorusun. Nə gözəl insanlarsınız. Veriliş belə olardı. Hə, 2 milyarda az qalıb. 2 milyon olsun, yaxşı. 2 milyona razılıq verin 2 milyona. 2 milyonla canınızdan əl çəkin. Zarafat edirəm. 20.000 insan baxır. Çox sağ olun, var olun. Allah canınızı sağ eləsin. Günlük nə yeyirəm? Bugün gün orta saat 5'də qalxdım yuxudan, axşam tərəf. Çünki dünən bugün səhər düşmüşəm təyyarədən, yadımdan çıxıb. Nəysə də təyyarədən düşmüşdüm, ayağım şişmişdi. Elə yatdım daş kimi. Telefonların səsini aldım. Qalxdım ki saat 5'dir, hava qaralır. Canlaşdım, sizi allatdım. Dedim o başlanlandı. Dan yeri təzə sökülür. Saat 5'də səhər yeməyimi yedim. Nə yedim? Kim baxırdı səhər-səhər mənə? Səhər-səhər qoz alma, bir də 3 ağ gilas mürəbbəsi. Onları qarışdırdım, çayla içdim və salam. İndi də axşamüstü bu salat, qoz alma çuğundur, sarımsaq, bir də smetan. İndi bunda bir də çay, yenə qoz alma ağ gilas. Bir də bu. Bunun içərisinə chia. Toxumu, chianın toxumu bir çay qaşığı əlavə eləmişəm, kefirdir. Burada qoz alma əlavə eləyə bilərəm əslində. Da ağ oldu, hə, elə bil. Elə bir balaca ağ oldu. O, bizim Ayxandır bu. Ayxan, salamlayıram səni. Deyirəm Ayxan, biabır olduq Ayxan. Tüzalə xanım, nə danışım, yaxşı, nədən danışım? Sizi marifləndirirəm də. Marifləndirən adam nə pislik, yəni nə pis danışır ki, deyirsən ki, bunu danışığına. Nə danışdım ki?
O şəms pərdə evi, mənim evimin pərdələri şəms pərdə, əli də elə yüngüldür. Evimə pərdəni asan kimi ərə getdim. Şəms pərdə evi, siz məni illərlə tanıyırsınız. Mənim bu danışdığımda bunun ziyanı varmı nəyəsə? Düzdür, boş verirəm. Mən niyə boş verirəm? Bu salatı yeməsəydim, onu indi burada ağzıma gələn demişdim. Ay onu mənə yazan. Adı nə idi o arvadın? Mən qoz, alma, sarımsaq, smetan və çuğundur. Bunları birləşdirib qarışdırmışam, yemişəm. Ona görə də sizin sözünüz mənim heç vecimə də deyil. Heç belə vecimə deyil. Smetanın adı zəif, burada olanlar orada bəlkə yoxdur. Ən zəif yağlılığı nədirsə onu alın da. Mən hər dəfə birini alıram, nə bilim. Bunu da indi biraz istansın. Saat burada 11'ə qalıb. 12'də 1'in yarısına bunu qəşəng içib yatacağım. Bütün mədə, bağırsaq, həzm sistemini gözəlləşdirir. İnsanın gözəl olmasının birinci başlıca səbəbi onun mədə bağırsaq sisteminin gözəlliyidir. Ona görə də bu chia toxumunu kefirin içinə qatın, için. Qatığın içinə. Kefir yoxdur, qatıq. Qatıq həyatdır. Qatığın içərisinə qatın, bundan yeyin. Hayasız adamsan. Ay, yaxşı eləyirəm. Mamet belə xoşlayır. Sonra sənə nə var? 15%'li smetan, bəli. 10-15 belə. Çox yağlı almayın da. Almaniyaya da salamlar. İlqar Kəsəmənli. Yəqin ki, Kəsəmən kəndindən. Akstafanı yoxsa Qazağın? Maqa, bəli, can, var olun. Eşq olsun sizə. Mənim izləyicilərim özümü oxşuyubları. Baxırsınız, 1 milyar izləyici var orada. Mən bilmirəm bu 1 milyarda nə eləmişəm ki, bunlar tərəfindən sevilirəm. Türkanə xanım, necəsən? Gözəl müğənnimiz Türkanə xanım. Gördüm, bir-iki dəfə yaxşı gəldin, amma sonra saxladın. Sən də ixtiralar elə. Görsən, mahnıya qulaq asan yoxdur. Bir salat da sən ixtira elə. Bacına bax. Mənim bu salatımdan da təbliğat apar ətrafındakılara. Qoy, sağlam qidalansınlar. Nə qədər ət yemək olar? Kəndçi deyəndə nə olur ki? Bir mənə yazıb kəndçi. Kənd olmasa şəhər də olmaz. Kənddəkilər əkib becərməsə şəhərdəkilər nə yeyəcək? Ona görə də kəndə lağ eləməyin. Kənd, zaten şəhər kənddən ibarət. Kənddəkilər gəlib şəhərdə insan sayını artırıb, ona görə də sayı çox olur. Ona görə də sarımsağın iyisi gəlsin də. Bizim sarımsaq fransuzca sarımsaq. Burada bir nüansa fikir verin. Var yerli sarımsaq, o biraz iyi verir. Amma mən alıram fransuzca sarımsaq. Bu konkret ətirdir də, yəni bildiyiniz bahalı bir ətir. Tərkibini tapa bilmirəm, nəyə oxşuyur bunun qoxusu, dəhşətdir də. Chia, bir çay qaşığı, çox atmayın. O gün biri Göyçayda harda yoxsa oxudum xəbərlərdə, chiadan əldən qoyur şey çoxlu, xəstəxanalıq olur. Olmaz çox. Mən bir çay qaşığı, dolu çay qaşığı atıram, bəs eləyir hər gün. Boş mədəyə səhər də ola bilər, gecə lap əladır. Bir çay qaşığını tökün, 1 saat əvvəldən istağa qoyun, şişsin, lap 2 saat əvvəldən. Müslüm Gürses və Türkanə dueti gəlir yaxında, Ayxan bəy. Bəli. Yıldızla Vəfa oxudu, partlatdı da, gördünüz də. Ayda, biabır olduq Ayxan, biabır olduq. Çıxıb özü də. Oxumuşdun, Cəhənnəm, yenə Sərdar Fason birinin adını çəkərdin dana biraz. Şit qatığa, əla, qatığa, nə turş da olsa, şit da olsa fərqi yoxdur. Qatığın içərisinə qarışdırın. Zaur bəy salamlayıram. Zaur bəy, şəkildən görürəm, biraz kök oğlansız. Siz qoz, alma, çuğundur salatından yeyin, arıqlayın. Sarımsaq da qata bilərsiniz. Əgər sevgiliniz varsa, onda fransuz sarımsaq alın, tapın. Biraz çətin tapılır. Onun ətri gözəl olur. Yox, sevgiliniz yoxdursa, onda yerli sarımsaqdan qatın. Fərq eləməz. 1 stəkan dolu qatığa 1 çay qaşığı chiyanı qarışdırın. İstağa qoyun, 2 saat qatığın içində şişsin. Sonra için getsin. Çox gözəl olacaq. Mədə bağırsağınız 2-3 gündən sonra bütün normaya düşəcək. Bəli. Qatığınız olmasa suya da qata bilərsiniz. Biraz limon da sıxarsınız. Mədədə problem yoxdursa. Azca limon da sıxın ki, daha da yaxşı sovrulsun bədən tərəfdən.
Qozalma sinir sistemi, bəli, əsəb sisteminə də yaxşı təsir. Bayaq Rayət İmaməliyev buradan salamlayıram. Mənim haqqımda videolar çəkib, özü də qəşəng baxış yığır. Halal xoşun olsun, dəymirəm sənin səhifənə, ürəyim yumuşaqdır. Birinci videoya baxanda dedim, hələ baxmayayım, tələsməyim. Tez çuğundur qoz alma salatını düzəltdim, gözünüzün qabağında. Bunu qəbul edə, mən o videoya baxdım, mənim qəti vecimə olmadı. Amma mən ona əvvəlki kimi böyle bu salatı yemədən baxsam, indi qırğının biri 1 qəpikdən idi. Ona görə də sizə də tövsiyə eləyirəm. Yeyin bu salatdan heç nəyi də vecinizə qoymayın. Çiyalı yoğurtlar satılır Almaniyada deyil. Niyə özünüz düzəldin də? Özünüz düzəldin. Sarımsağı yeyəndən sonra dişi fırçalama üstündən də saqqız şeyinə geçsin. Onsuz da hər axşam yatanda dişinizi yəqin ki fırçalayırsınız da. Elə şey mi var? Adam var ki gecə yatanda dişini fırçalayır, səhər durur bir də fırçalayır. O səhvdir. Mən belə eləyirəm. Mən gecə dişimi fırçalayıb yatıram, səhər dişimi fırçalamıram. Mən səhər yemək yeyəndən sonra dişimi fırçalayıram. Yeməyi yeyəndən sonra zavtraq elədi, səhər yeməyi. Ondan sonra diş fırçalanmalıdır. Mən elə düşünürəm ha. Səhvim varsa düzəldin. Mən nəyə düz danışıram ki, onu da səhv danışıram. Vəfanın lap sevgahı şur deməyə kim oldu? Ay Türkanə, Vəfa bugün efirə çıxıb deyir ki, yar başına dönüm sənin. Onun musiqisini qoyub deyir. Deyir, mən oxuduğum şurdu, könlün oxuduğu deyir, segahdır. 1 saatdır gülürəm. Və muğamı bilməmək budur da, ay Vəfa. Muğamı öyrən də. Bəs biz deyəndə ki, müğənni muğamı bilmirsə, o müğənni deyil. Çoğunduru bişirmək lazımdır, bəli, bəli. Allah haqq Türkanə. Deyir ki, özdə nə təyin eləyirəm şey, bu şuru segahı. Deyir ki, ata canımdan ayrı bu dağdan aşmaq olmaz. Bax, görürsən, deyir, şuru ispat elədim. Deyir, şuru olmazı bunun dalına uyğun gəlibsə, bu deyir, bu şurdur. Ay Vəfa, şuru muğamla bilirlər. Sən özlüyündə ora şur mahnısını zorla soxuşdurursansa, o şur demək deyil. Onda mən də onun dalına segah üstə mahnı oxuyacağım. Yenə qumlu sahil, yenə sərin bax. Görsən, segah gedir. Amma muğam oxuyanlardan öyrən, muğam müəllimlərindən öyrən, gör ki, segah nədir, şur nədir. Yox, da Zaurla işim yoxdur. Zaur o gün məni təriflədi, da günahını yudu. Tərif xoşlamıram, həqiqəti dedi, həqiqət də xoşuma getdi, açığı. Buradan salamlayıram Zauru. Mənim Zaurla işim yoxdur. Çünki onun da mənlə daha işi yoxdur. Danışdığında mənim barəmdə düppədüz danışır indi. Dəniz, niyə? Maşenlik bilirsən, nəyə deyirlər? Bir musiqiçi deyənməz afət bizi toya apardı, pulumuzu kəsdi, ya vermədi. Mən evimdən pul götürüb gedirəm toya ki, ev sahibi də toydu, dağlar başlarına Allah uzaq eləsin. Nəsə bir şey, mən həmən muskantların pulunu, mən o ruhda insanım. Bir insan çıxsın desin, afət mənə alverçisi nə idi? İllərlə də. Mən çox düzgün adamım. Və düzgün insanları da sevirəm. Maşenlik adamlar mənim gözümün düşmənidir.